Bu videoda sizinlə bərabər while operatoruna baxacağıq. While operator da for operatoru kimidir, dövr üçündür. Yəni bir şeyi əməliyyatları təkrar-təkrar eləmək üçün istifadə olunur. Yəni siz for operatoru apardığınız bir çox əməliyyatı while operatoruyla da aparmanız mümkündür. While operatorun yazılışına baxaq. While əvvəlcə bir dəyişən yaradaq. Let məsələn a bərabərdir 0. While a kiçikdirsə ondan. Burada hər hansı bir əməliyyat yazı bilərik. Məsələn, console log A++. Yəni, A-nı bir vayd artırmaq. For operatorunda məsələ belə idi ki, for operatorunda siz belə deyim ki, mütləq içəridə yazmalıydı. Məsələn, A bərabərdir 0, A kiçikdir ondan, A++. Burada A bərabərdir 0 əvvəlcədən yazırıq. A-nın ondan kiçik olmasını burada yazırıq, fora oxşatsaq. A++ isə burada yazılır. Yəni, fora oxşuyur bu yazılış. Fərqli yazılışlar da var təbii ki. Burada gördüyümüz kimi A bərabərdir 0-dırsa, A bərabərdir 0-dadır. Ondan kiçikdirsə bu çap eləyir. Axırda çap eləyəm. Baxaq. Konsola baxaq. Görək nə baş verir. Gördüyümüz kimi 0-dan 9-a çap olunur. Nə olur? Nə baş verir? Gəlin bunu 5 eləyək ki, biraz analiz etmək daha asan olsun. Bu ilk olaraq 0-dan 4-ə çap olunur. İlk olaraq A-nın qiyməti 0-dır. A kiçikdir 5 olub olmaması yoxlanılır. A kiçikdir 5. A kiçikdir 5 olduğu üçün şərt ödənir. Gətirir 0-ı çap edir. Və A-nı bir vahid artırır, A-nın qiymətini yiyir 1. Bu 17-ci sətirdən əvvələ qayıdır. Bura qayıdır. Yoxlayır ki 1 5-dən kiçikdir. 1 5-dən kiçikdir. Götürür 1-i də çap edir. A-nın qiymətini bir vahid artırır, yiyir 2. Qayıdır başa. Bura. Artıq yenə yoxlayır. 2 5-dən kiçikdir. 2 5-dən kiçikdir. 2-ni çap edir. Sonra A-nın qiymətini bir vahid artırır, yiyir 3. Buradan qayıdır əvvələ. Yoxlayır. 3 5-dən kiçikdir. 3 5-dən kiçikdir. 3-ü çap edir. Sonra A-nın qiymətini bir vahid artırır, yiyir 4. Buradan qayıdır əvvələ. Bunları da qeyd edək. 2 3. A-nın qiyməti oldu 4. 4 5-dən kiçikdir. 4 5-dən kiçikdir. 4-ü çap edir. 4-ü çap elədi. Sonra A-nın qiymətini bir vahid artırır, yiyir 5. Başa qaydanda gör 5 5-dən kiçikdir axı. Artıq dövrə burada da bitmiş olur. Yəni, while da for-dan eynidir. Yəni, axırdan başa qayıdır, bir-bir sıralayırdır. Sadəcə, while-da daha fərqli şeylərdə yazmağımız mümkündür. Yəni, biz daha əvvəl for-la elədiyimiz məsələləri eynisini while operatoruyla da edə bilərik bu qayda ilə. Məsələn, tutaq ki, biz birdən tək ədədləri çap eləmək istəyirik. If, məsələn, mən buraya yazıram 1, buraya yazıram kiçik bərabərdir 10. Birdən 10-a qədər tək ədədləri çap eləmək istəyirik. Yazırıq A faiz 2 bərabərdirsə, məsələn, 1-ə tək ədəd. O zaman çap elə. A++'ı bunun içində yazmırıq. Çünki bunun içində yazsaq ancaq tək olanda artacaq. Sonra işləməyəcək, yəni. Ancaq tək olanda artacaq, sonsuz dövrə yaranacaq. Gördüyümüz kimi 9. 1 3 5 7 9 daha doğrusu tək ədədlər çap olunmuş olur. Burada belə bir şey var. Əgər yaxşı biz A++'ı yazmasaq nə olar? Bu zaman sonsuz bir dövrə yaranacaq. Bunu yoxlamıram. Niyə? Çünki yoxlasam donacaq browser, öncə yoxlamıram. Burada sonsuz dövrə yaranır. Yoxlaya bilərsiniz, donduğunu görərsiniz browser. A bərabərdir 1. A bu yoxlanılır. A ondan kiçikdir, ondan kiçikdir. Götürür 1-i çap edir. Sonra qayıdır başa. A 1-də axı dəyişməyib. Yenə yoxlayır. 1 ondan kiçikdir, ondan kiçikdir. Götürür yenə çap edir. Sonra yenə qayıdır başa. 1 ondan kiçikdir, ondan kiçikdir. Yenə çap edir. Yəni bu sonsuz olaraq çap edir. Heç vaxt bitmir bu əməliyyat. Buna görə də sonsuz dövrə yaranır. Buna deyirlər sonsuz dövrə. Artıq bir problem yaranır. Ona görə bir A++ yazmaq lazımdır ki, orada hər hansı bir problem yaranmaz. While-la başqa bir nümunə də göstərmək istəyirəm sizə. Məsələn, belə bir nümunə göstərək while-la. İstifadəçi bir şifrə daxil edir. A bərabərdir prompt. Parol deyək. Prompt. Şifrə daxil edin. Əgər adam şifrəni səhv daxil edirsə, biz istəyirik ki, adam yenidən daxil etsin. Yəni, bu proses sonsuza qədər davam etsin. Adam şifrəni səhv daxil edirsə, həmişə desin ki, yenidən daxil edin. Bunun üçün belə bir şey yaza bilərik. While parol fərqlidirsə, məsələn 1-2-3-dən, parolumuz 1-2-3 olsun. O zaman parol bərabərdir prompt yenidən daxil edin. Yazılsın. Axırda da əslində alert düz tapdınız. Baxın, burada nə baş verir kodun nəticəsində? Mən bura səhv bir şifrə yazıram. Görürsünüz, yenidən istəyir. Səhv yazıram.
Enter basam yenilə istəyir. Bu proses sonsuza dək davam edəcək. Ta ki biz şifrəni düz yazana kimi. 1, 2, 3 düz tapdınız. Niyə belə işləyir? Mən elə bir ki, burada şifrə istəyirəm istifadəçidən. Deyirəm ki, bu 1, 2, 3-dən fərqlidirsə, yenidən istəsin. Mən məsələn 85 yığmışam bu şifrəyə. Məsələn, 85 1, 2, 3-dən fərqlidir. Fərqli olduğu üçün parolu yenidən istəyir. Yenidən daxil edirəm, məsələn 65 yığıram. Bu qayıdır əvvələ. Yoxlayır. Parol 65-dən, daha doğrusu 1, 2, 3-dən fərqlidir. Hə, 1, 2, 3-dən fərqlidir. 65. Düz yığmamışam. Bu gəlir, deyir ki, yenə parol yığ. Məsələn, bu dəfə yığıram, məsələn, JavaScript 12. Məsələn, bu gəlir, keçir bura 16-cı sətrə, təzədən qayıdır əvvələ. Yoxlayır, 1, 2, 3-dən fərqlidir. Hə, 1, 2, 3-dən fərqlidir. Yenə səhv yığmışam. JavaScript 12 yığmışam. Yenə parolu soruşur. Bu, buradan yenə qayıdır başa. Parolu daxil edirəm. Məsələn, tutaq ki, bu dəfə 1, 2, 3 daxil edirəm. Düz daxil edirəm. Buradan qayıdır əvvələ. Buradan qayıdır əvvələ, baxır. Parol 1, 2, 3-dən fərqlidir. Yox, 1, 2, 3-dən fərqli deyil. Adam düz daxil edir. Adam düz daxil edibsə, o zaman artıq düz tapdınız yazılır. Bu şəkildə artıq bitmiş olur. Yəni dövrə. Yəni biz səhv daxil etsək, bu sonsuza dək səhv olaraq da qalacaq. Ona görə düz daxil edəndə artıq dövrə bitmiş olur. Keçən dəfə daha əvvəlki videoda göstərdiyim məsələləri dediyim kimi JavaScript kodda da while operatorla da eləmək mümkündür. Məsələn, 1-dən 10-a qədər deyilən cəmin götürək və yaxud 5-ə qədər. Burada yenə burada sadəcə burada let cəm bərabərdir 0, let a bərabərdir 0, while bunu da yazaq. İzahını keçən dəfə göstərmişdim. Burada sadəcə yazılış qaydasını göstərəcəm. Yəni burada da mümkündür. A kiçikdir, kiçik bərabərdir 5-dən 5-ə qədər eləyirik. Cəm bərabərdir. Cəm plus a. Sonra yazırıq a plus plus. Axırda yazırıq alert cəm. Bu şəkildə gördüyümüz kimi 1-dən 10-a qədər əddən, 1-dən daha doğrusu 5-ə qədər cəmini tapmış oluruq. Break ifadəsi, continue ifadəsi burada da keçir. Yəni, hansı bir dəyişən bir şey yoxdur. Console.log məsələn, A yazaq. Baxaq, məsələn. Mən istəyirəm ki, bu 3-ə çatanda tutaq ki, keçsin 4-ə 5-ə. 3-ü hesab eləməsin. O zaman nə edə bilərik? O zaman yazırıq ki, if A bərabərdir 3-dürsə, məsələn, continue. Baxaq indi. Görürsünüz, continue. Bunu yaxşısı biz bundan sonra yazaq. Çünki artmır. B olanda artmayacaq. Biz burada görürsünüz, sonsuz dövrə yarandı. Artmayacaq üçün burada çıxıb yenidən daxil olaq. Bir, 2, 3, 4, 5. Bu da çap edəndən sonra olur. Sadəcə for-da belə idi ki, o yenidən növbəti avtomatik olaraq keçirdi. Burada avtomatik olaraq keçmir. Artıq orada problem yaranır. Burada yaxşı olar ki, burada sadəcə belə bir şey yaza bilərik onda. Bir vahid artırıb sonra continue eləmək ki, sonsuz dövrə yaranmasın. Gördüyümüz kimi 0, 1, 2, 4, 5. 3-ü artıq keçdi. Niyə burada A++-ı 1 də içində yazdıq? Çünki A bərabərdir 3-dürsə, mən continue deyəndə birbaşa qayıdır başa, A 3 olaraq qalır. Yoxlayır. Mən bu A++-ı yazmasam, A 3 olaraq qalır. Gəlir yenidən yoxlayır. 3-dür, hə 3-dür. Yenə deyir qayıdır əvvələ. Qayıdır əvvələ, yenə 3 qalır. Bu yenə gəlir if-də yoxlayır. 3-dür, deyir yenə qayıdır əvvələ. Yəni sonsuz bir dövrə yaranır. Amma A++ yazanda A deyir 3-dür, hə heç nə. 4 eləyir, amma dayandırır. Yəni, daha doğrusu onu artıq 3-ü işlətmir də. Elə bir ki, həmin an işlətmir. Qayıdır əvvələ, bununla da məsələ həll olunmuş olur. Yəni, yoxsa bir sonsuz dövrə yaranacaq. Yəni. Amma break-də isə, burada break də yaza bilərik rahatlıqla. Break-də heç A++ falan yazmağa ehtiyac yoxdur. A bərabərdir 3-dürsə deyirsən break. Baxaq. Onda artıq 3-də dayanır. 0, 1, 2. Gördüyünüz kimi. 3 olanda artıq dövrə sınır, dayanır. Yəni artıq qalanları işləmir. Break-də daha sadə yazmış oluruq. Gördüyümüz kimi 0, 1, 2, 3 olanda artıq çap eləmədi. Bu qədər. Ümid edirəm while operatorda anlaşıldı. Növbəti mövzuda görüşənə qədər.